Bugün bütün diqqətlər İspaniyada. El Clasico var. Barcelona və Real Madrid komandaları qarşı-qarşıya gələcəklər. Oyun çox gərgin alınmalıdır, çünki komandaların 4 xallıq fərqləri var. Qalib gələn tərəf çempionluq üçün ciddi addım atmış olacaq. Xüsusən Barcelona qalib gələrsə, bu artıq 7 xallıq fərq deməkdir. Real Madridin qələbəsi isə komandalar arasındakı xal fərqini 1-ə endirəcək. Hər iki komanda UEFA Çempionlar Liqasını mübarizəni dayandırıb. Barcelona Interə, Real Madrid Arsenala məğlub olub. Bu deməkdir ki, tərəflər artıq bütünlüklə La Liqanı düşünməyə başlayırlar və çempionluq arzusundadırlar. Barcelona və Real Madrid komandalarının fərqini etsək, bu mövsüm Barcelona Real Madriddən qat-qat üstün təsir bağışlayıb. Onlar bu mövsüm möhtəşəmdirlər. Artıq komandanın 2 kuboku var. Söhbət Super Kubok və Copa del Rey'dən gedir. Hər iki maçda yerə gəlmişkən Barcelona Real Madridi məğlub eləyərək bu kuboka sahiblənib və bu sadəcə 4-cü El Clasico'dur. Bu mövsüm başlayan bütün El Clasico'larda Barcelona komandasının qələbəsi var. Bookmakerlər bu arada Barcelona və Real Madrid komandaları haqqında öz fikirlərini bildiriblər. Onların fikrincə 60% Barcelona'nın qələbəsi gözlənilir, 40% isə Real Madrid komandasının qələbəsinə ümid eləyir. 10 oyunda son 10 maçda hansı ki Barcelona komandası öz meydanda Real Madridi qəbul eləyirdi. Bu maçların yalnız ikisində Barcelona qalib gələ bilib. Bugün Barcelona Real Madrid komandaları arasındakı maçda 700 mühafizəçi olacaq ki, futbolçuları və eyni zamanda azarkeşlərin təhlükəsizliyini təmin eləyəcək. 600-ə yaxın işçi isə birbaşa olaraq canlı yayımın daha keyfiyyətli olması üçün işlər görəcək. Oyun başı vaxtlı axşam saat 18-15-də başlayacaq. Sizcə bu El Clasico'nun qalibi hansı komanda olacaq? Fikirlərinizi rəy bölməsində yaza bilərsiniz.